və dəmkeş sözlərində isim yaradıbdır. Azarkeş və azarkeş uşaqlar, yer gəlmişkən bir şey də qeyd etmək istəyirəm ki, azarkeşi çox yəni görmüşəm ki, deyilişdə də, yazılışda azərkeş deyirlər. Bu yanlışdır. Azər sözü yoxdur. Azərkeş yox. Uşaqlar, azarkeşdir. Azar sözü varmı? Var. Azar xəstə deməkdir, xəstəlik deməkdir. Burada azarkeş o mənanı verir ki, bir şeyin xəstəsi. Yəni bir şeyin xəstəsi olanda adətən idman, indi burada belə deyim də, idman həvəskarına azarkeş deyilir. Və dəmkeş nədir? Dəmkeş də uşaqlar adətən samavarın üzərində çaydan qoyulması üçün yeri olur ki, o dəm alsın. Həmin hissəyə dəmkeş deyilir və mən burada çalışacağam ki, videoda onun şəkillərini qoya bilim ki, sizin vizual olaraq görün və yaddaşınızda qalsa daha yaddaşınızda qalmağı daha yaxşıdır. Ona görə də çalışacağam vizual olaraq qoyun burada, yəni şəkil olaraq burada qoyun mütləq. Və uşaqlar sifətlərdə necə olacaq? Cəfakeş. Məsələn, cəfakeş insan, necə insan? Və yaxud həmin zəhmətkeş insan, necə insan? Görürsüz, isimdən fərqlənir. İsimdə məsələn azarkeş deyəndə bir insan nəzərdə tutulacaq. Dəmkeş deyəcək bir əşyadır. Ona görə də görürsüz, isimdir. Amma sifətdə olanda necə olacaq? Sifət yaradanda əlamət bildirəcək. Cəfakeş, yəni cəfa verəndə. Bu arada cəfakar sözü, cəfakar sözü də var, cəfakeş sözü də var. Cəfakar o deməkdir ki, yəni özü cəfa verir, yəni əziyyət verir, özü əziyyət verir. Cəfakeş isə özü, yəni cəfakar kiməsə əziyyət verir, cəfakeş isə özü əziyyət çəkir. Kimsə ona əzab verir. Və daha sonra isə